Övladımın autizm spektr pozuntusu diaqnozu var. Hazırda 6 yaşındadır. Birinci sinifə məktəbə qeydiyyatdan keçirməliyəm. Xüsusi yanaşmağa ehtiyacı olduğuna görə Təhsil Nazirliyinin qaynar xəttinə müraciət elədim və öz məsələmi, uşağın diaqnozunu, autizm spektr pozuntusunu olduğunu izah elədim və bu uşağın rus bölməsi üzrə təhsil almağını istədiyimi bildirdim. Təhsil Nazirliyindən bildirildi ki, təəssüf ki, ölkəmizdə sistemdə inklüziya var, amma bu rus bölümünə aid deyil. Yəni belə çıxır ki, bu uşaq müəyyən problemləri var və yaxud qüsurları varsa, amma bu rus bölümünə gedəcəyi təqdirdə yəni xüsusi belə deyim, qayğıdan kənarda qalır. Xüsusi bir insan ayrılır A-sektor bölümündə, hansı ki məktəbə uşağla gedir, onun yanında məktəbdə dərslərdə iştirak edir və bir növ onun inteqrasiyasına, o təhsil prosesində köməkçi vasitəsi oynur. Amma rus bölümünə uşağımı qoymaq istəsəm, yəni mən belə deyim də bu xidmətdən yararlana bilmirəm. Azərbaycanda inklüziv təhsil sahəsində tətbiq olunan yanaşmalarla bağlı narazılıqlar var. Valideynlər deyirlər ki, inklüziv təhsil bərabərlik prinsipinə əsaslansa da, ölkəmizdə bu sahədə müəyyən fərqliliklər müşahidə olunur. Onların sözlərinə görə, autizmli uşaqlar üçün nəzərdə tutulan tədris köməkçisi yalnız Azərbaycan bölməsində təhsil alan şagirdlərə şamil olunur. Rus dilli ailədə böyüyən və Rus bölməsində oxuyan autizmli uşaqlar isə bu imkanlardan yararlana bilmirlər. Autizm uşaqlara birincisi dəstək olmaq lazımdır. Çünki xüsusi qayğıya ehtiyacları var. Cəmiyyətimizdə hal-hazırda ən böyük problemlərdən biri autizmli uşaqlara təhsilin verilməsidir. Düşünürəm ki, Rus bölməsi üçün də mütləq ki, autizmli gənclərə, uşaqlara təhsil verməsi üçün müəllimlər ayrılmalıdır. Məncə ayrı seçkilik olmamalıdır. Çünki A-sektor, Rus sektor hər ikisi də eyni vətənin uşaqlarıdır. İnklüziv təhsilinin prinsiplərində hər hansı bir tədris dili ilə bağlı fərqlilik mövcud deyil. Azərbaycan bölməsi və Rus bölməsi deyə bir ayrım, bir fərqləndirmə qətiyyən yol verilməzdir. Yəni bu ümumi olaraq təhsil haqqında qanunda öz əksini tapmayıb. Autizmli uşaqlar üçün tədris köməkçisinin rolu əlbəttə ki, vacibdir. Yəni digər şagirdlərdən fərqli olaraq həmin şagirdlərə daha həssas yanaşılmalıdır və bu istiqamətdə o sahənin mütəxəssisi mütləq tədris prosesinə cəlb olunmalıdır. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Tədris köməkçisi anlayışı qanunvericiliyə tam inteqrasiya olunmamışdır. Azərbaycanda inklüziv təhsilin təşkili Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş inklüziv təhsilin təşkili qaydasına əsasən həyata keçirilir. Həmin qaydalara görə inklüziv təhsil ilk növbədə uşağın yaşadığı əraziyə yaxın ümumi təhsil müəssisələrində təşkil edilir. Məktəbin seçimi zamanı onun infrastrukturu, əlçatanlıq imkanları və müvafiq pedaqoji kadr potensialı nəzərə alınır. İnklüziv təhsilin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda ölkə üzrə 90 ümumi təhsil müəssisəsində inklüziv təhsil təşkil olunub. Növbəti tədris ilində daha 24 yeni ümumi təhsil müəssisəsində inklüziv təhsilin təşkili nəzərdə tutulur. Mövcud vəziyyət göstərir ki, inklüziv təhsil sahəsində tətbiq olunan mexanizmlər hələ də bütün şagirdlər üçün eyni səviyyədə əlçatan deyil. Xüsusilə həssas qrupa aid uşaqların dil seçiminə görə fərqli yanaşma ilə qarşılaşması məsələnin aktuallığını daha da artırır. Görünən odur ki, bu sahədə vahid və bərabər tətbiq mexanizmlərinin formalaşdırılmasına ciddi ehtiyac var.